Kilsə başlayır. Oyun qaldığı yerdən davam edir. Bir daha nəzər çatdırım. Fasilə. Ultraslan komandası 2-0 hesabı önündə yollandı rəqib. Buzovun önündə görə ikinci hissədə. Nə izləyəcək? Geri dönüş comeback mi? Yoxsa üstünlüyü artacaq mı? Hesab arasındakı fərq elə də böyük deyil. Bir gol oyunun seyrini dəyişə bilər. Meydana sağ tərəfdə göy formada, Ultraslan sol tərəfdən armıcı formada isə Buzovla çıxış edir. Malik Zeynalov bir gol bir məhsuldar ötürməklə yadda qalıb. Digər golun müəllifi isə Talib Cabbarovdur. Yeri gəlmişkən bunda vurğu edək. Qeyd edək. Yeni ikinci sırada start heyətlərlə sizi tanış edək. Ultraslanda qapını qoruyur. Talih Sadıqov müdafiədə Fuad Əziyev və Asiman Əsəsadə mərkəzə Zahid Dövlət. Hücumda Malik Zeynalov və Surət Hüseynov. Digər tərəfdə Buzovun heyətində qapını qoruyur. Məmməd müdafiə edilçi Məmmədovla Oruz Rasimovlu mərkəzə Ramiz Məmmədzadə, hücumda Kamran Quliyev və Cavad Qarayev. Cavad Qarayev. Zərbə Talih yaxın güncünü bağladı. Surət Hüseynovla. Biləkçisinin şansı diaqanlı ötürməyə yaxşı alındı Malik. Zərbə. Məmmədov keçid vermədi. Həziyev. Cavad Qarayev. Kamran. Elçin. Oruz Rasimov. Surət. Son şansı ola bilər. Əsəsadə. Malik Zeynalov Cavadla mübarizə aparır. Cavad Qarayev. Nəfərə bilir ki, qayda pozulub. Malik qaydanı pozulmuşdu. Cərmə zərbəsi standart vəziyyət. Ramiz Məmmədzadə topun arxasında yəqin kötürməklə başlayacaqlar. Məsafə uzaqdır. Məsələ də oldu. Oruz. Bu Cavaddır. Cavad Qarayev. Kamran Quliyev. Kamran. Yəni, yaxşı reaksiya verdi. Keçid yoxdur. Corner. Küşdən zərbə. Cavad ən geri. Atışıl oynadı Məmmədov. Yenə Cavad. Ara ötürməsi Oruz. Yaxşı ötürmələr izlədi Qarayev. Əziyev sona qədər mübarizə aparır və topu meydana çıxarır. Daha bir corner. Elçin zərbəsi uğursuz alındı. Talih Sadıqov. Əsəsadə. Görək nə edəcək. Yəni surətdə var. Yeni Suraxan stadionunda bir daha xatırladıram Ultraslan 2-0'lıq üstünlüyü var. Rəqib Buzovun önündə. İndi Buzovla əmləsi ola bilər. Kamran Quliyev. Yan xəttə. Altın top oyuna daxil edilməlidir. Corner digər cinahdan. Cavad zərbə. Talih Sadıqov. Bir qədər bərk alındı. İzafi güclü edilmişdi bu itirmə. Topa çatmaq mümkün olmadı. Oruz Məmmədov. Görüşdə artıq son 20 dəqiqə. Surət oturman xoda araya girdi. Fuad Əziyev. Malik. Əsəsadə. Asima. Ramiz. Önalda Məmmədzadə. Bitirmə. İlkin zərbə. Talih Sadıqov. Bütün dəqiqələr içində inamlı çıxışı ilə fərqlənir. Keçid vermir rəqiblərinə.
Dəfələrlə artıq Real Goldan komandasını xilas etməyi bacarıb. Bəhsi gedən, sözü gedən golkiper. Və sürət. Kamran Quliyev uğurladı. SSAD komanda yoldaşının səhvini düzəldir. Sürət Hüseynov. Cahit Qarayevi keçmək istəyirdi, alınmadı. Qarayev Ramiz. Zevonun qarşısını kəsdi, qayda pozulmayıb. Qarşılıqlı top etkisizlədik. Malik Zeynalov. Zərbəsi keçmir. Hüseynov təşəkkür ediyor üçün minnətdarım. Kamran. Əziyevin əmləsi var idi. Bugün. Cavad. Məhmədov. Meydan rəqabət olan səsində 3 komanda yolaşı var. Məhz onlardan birini düşündü, amma ötürmək vana çatmır. Məhmədov. Oruç. Oruç Rasimoğlu. Bir ara ötürməsi Ramiz. Neyse toxunmadı. Qapıdan zərbə. Talih Sadıqov, Fuad Əziyev. Yeni gələnlər bizi xoş gördük. Yeni Suraxan stadionudur. Bir daha xatırladıram. Xəzərtli Liqasında 11-ci sezon 6-cı tur çərçivəsində. Bu arada Ramiz və gol! Ramiz Məmmədzadə. Sol ayaqla qüvvətli zərbə. Paşı üzərindən topu torlara yolladı. 1-2. Buzovun adına da tilsim qırılır. Zənəmcə bundan sonra daha bir maraqlı qarşılaşma izləyəcəyik. 1-2. Buzovla 1. Ultraslan 2. Yeni Ramana 9-6 hesabı ilə qələbə qazandı. Kamran. Görəvi gol komandanı bir qədər əvəzləndirib, ümidləndirə biləcəkmi? Zərbə! Kamran Quliyevdə keçidi yoxdur. Bəli, çəkiliş və şərhlə bağlı mənə şəxsən yazmağınız kifayətdir. Mənə yazın, yayımdan sonra cavablandıracağam. Bu görüşdə hesab 2-1'dir. Zərbə cəhdi keçmir, daha bir korner. Yenidən atan və yenidən. Bu arada bir dəqiqəlik taymat götürən tərəf Ultraslan kollektividir. Bir daha xatırladım, Ultraslan 2-1 hesabı ilə öndədir. Ultraslan 2, Buzovna 1. Həm bəzi qarşılaşmalarda siyah olur, həm də bu bir qədər də təcrübədən asılıdır. Çünki mən tək mini futbolu şərh etmirəm. Artıq 6 ilə yaxındır ki, 6 ildən çoxdur mən şərhdəyəm. Peşəkar Liqasında oyunlarını şərh edirəm. Səhifəmə nəzər yetirsəz görərsiniz. 1-ci liqanın, 2-ci liqanın, Azərbaycan Kuboku. Yox, Uğur Məmmədov bugün yoxdur. Məhz bəli, Ultraslanın heyətində çıxış edir, amma bugün meydanda deyil. Çox sağ olun, var olun, minnətdaram. Taymat bitir, oyun qaldığı yerdən davam edir.
Qarşılaşmada son 15 dəqiqə. Bu görüşdə son 15 dəqiqə. Qeyd edim. Cəmaləddin müəllim, xoş gördük sizi. Həmkarım, gözəl şərhçilərimizdən biri. Orada zərbədə İbrahim Rəhimli qapçını sığortaladı. Real Goldan komandasını xilas edir. Həzif. Dəzik var İbrahim'a. Rəhimli burada diaqanlı ötürmə. Simal Əsəsadə. Ramiz. Komandası adına meydandakı yeganə qolun sahibidir Ramiz Məmmədzadə. Görünür ki, Ramizin fərqləməsindən sonra komandası daha istəkli, daha zimkar çıxış etməyə başlayıb. Burada referi Fəqan Kərimov etirazlar var, amma ədaləti təmsil edən Fəqan Kərimov qaydalar çərçivəsində olduğunu bildirir. İbrahim Rəhimli isə sanki bir qədər məni də həmləyə qatmaq istədi. Bu mənə doğru bir ötürmə idi. Standart vəziyyət. Cərmə zərbəsi Kamran Quliyev. 2 nəfərdən ibarət canlı səhd var. Talih Sadıqov qapısında diqqətli. Bir ev tapşırığıdır. Ramiz! Akrobatik zərbə alınmır. Əsəsadə. Yeni zərbəti alıb Cabbarov topu buraxdı. Komanda yoldaşları ilə anlaşa bilmir. Məsələ ikinci qol. Zeynalovun məhsuldar ötürməsində Talib Cabbarovdan gəlmişdi. Burada yeri gəlmişkən qeyd edim. Burada top ələ keçirdi. Bəsi gedən oyuncu Talib. Zərbədə Məmmədov keçid vermir. Bir də bir də rəqibini məyus edir. Korner. Küncdən zərbə. Returan top şansını necə dəyərləndirəcəklər? Cavad Qarayev. Ötürməni oxunuşlara girdi. Məmmədov. Biri gedər. İnamsız oynadı. Atdan top oyuna daxil edilməlidir. Həzif. Kamran Quliyev daşıdı. Mərkəz xəttində keçsə artıq. Kamran Quliyev. Nə edəcək? Qarşısında Talib var. Önü bağlıdır. Talibla mübarizə aparır. Yaxşı çöndü. Surətlə top meydanı tərk edir. Elçin Məmmədov. Ramiz Məmmədzadə. Rasimov. Əziyevin təzyiqi var idi. Kamran Quliyev. Diaqanlı ötürmə Elçin. Qoldan sonra bir qədər təzyiqi, hücumlarının kəsərlərini artırıblar. Uzunla komandası burada Cavad Qarayev. Yaxın məsafədən bu şansı dəyərləndirə bilmir. Ramiz boşluğu yaxadılar. Ramiz ötürmə Cavad Qarayev. Əff etmir. Rəqibin səhvini bağışlamır. 2-2. Kartlar yenidən paylanır meydanda. Buzovna 2. Ultraslan 2. Görüş bundan sonra daha da maraqlı olacaq. Sıfırlarda bərabərlik var. Fasilədən Ultraslan komandası 2-0'lıq üstünlüklə qayıtmışdı, amma üstünlüklərini qoruya bilmədilər. Fasilədə edilən məşvərət. Komandayı yaradı. Hesab artıq tabloda öz əksini tapıb. Ramiz sol ayaqla zərbət Talih. Təziyev. Talib Cabbarov. Həziyev.
İbrahim Rəmli ilə Ultrasan adına yeni bir əmlə. Yeni zatı Malik Zeynalov. Cinade işte Səsadə. Malik. İşte 2 gol ondan gəlmişdi. Bir gol bir məhsullar ötürməli yadda qalıb. Nasıl qayda pozulub. En azından referi Fəqan Kərimov üçün belədir. Standart vəziyyət təhlükəli bir nöqtədən zərbəsi. Məmmədov canlı səd quracaq. İki nəfərdən ibarət səd var. İbrahim və Talib topun arxasında. Talibin zərbəsi canlı səhdə dəydi. Korner. Asimov. Elçin Məmmədov. Murad. İbrahim. Murad'ın yerlə zərbəsi. Sının toxunuşu və də sonra dirəyə dəydi. Məmmədov. Bu cəhd hərəkətləndirdi. Ramiz yox, çevirə bilmir. Ramizə bir gol bir məhsullar ötürməli yadda qalıb. Oruç. Ramiz. Gözlədi Şəhriyar. İbrahim Rəmli, Ramizin təzyiqi var. Məmmədzadə. İbrahim Rəmli sona qədər oynadı. Topu meydandan çıxardı. Ahta topa ilə daxil edilməlidir. Yan xətim. Top hərəkətliyi qazanmışdı. Şəhriyar Zamanov Talıba doğru. Ramiz Məmmədzadə. Yüksəlik qazanan top Kamran Quliyevdə qaldı. Feyk atdı burada rəqibinə. İndi zərbə. Malik Zeynalov zərbənin qarşısını kəsir. İbrahim Rəmli. Uç Malik Zeynalov. Malik alda cəmlələr. Zeynalov. Çox maraqlı bir oyun izləyirik. Yüksək tempdə başa-baş bir qarşılaşma hesabda da bu öz əksini tapır. 2-2'dir. Görüşdəsə artıq son 6 dəqiqə. Şəhriyar Zamanov da Malik. Talib. Sadıqov. İçin Talib'dan önce özünü çatırdı Cavad Qarayev. Topu ram etdi. Amma rəqibi üçün. Malik. Cavad Qarayev təzyiq edirdi. Qazandı. Tamamında da itirdi. Murad. Talib Cabbarov. Şəhriyar. Laba doğru Oruc Rasimoğlu. Əksum şansı Cavad. Kamran Quliyevin ön istiqamətində. Kamran. Özü də məyus görünür. Zərbə indirmək istəyirdi, amma istədiyi kimi, düşündüyü kimi alınmır. Şəhriyar Zamanov. Talib Cabbarov. Malik. Korner. Orada qarşılaşmada son 5 dəqiqə. Artıq 45 dəqiqəni gerdə qoymuşuq. Masa bərabərlik var. İlçin Məmmədov topun Talıba çatmasına imkan vermir. Cabbarov. Uzaq məsafədən zərbə. Qeyri dəqiqdir. Kamran.
Ramiz Məmmədzadə. Cavad Qarayev, Cavad Aliyev. Ramiz Məmmədzadə. Sinan dəyişli, Oruc. Oruc! Sonunda qapısının bir toxunuşu var idi. Burada Elçin Məmmədov təqib edir. Doğrusu Rasimoğlu ötürməni oxudu. Cavad Qarayev. Ramizə çatmır. İbrahim. Murad. Oyna. Korner. Murad zərbə Məmmədov. Keçid vermir. Gözəl bir planşonla yadda qaldı. Korner. Yeni Günsən. Yerlə zərbə. Yenə Məmmədov. Orada rəmlələr, cəhdlər izlədik. Bitirmək keçmədi Ramiz. Son dəqiqələrdə bir qədər pasiv görünür. Ramiz Məmmədzadə. Zərbə. Yenə Məmmədov. Nələr edir? Kiper. Talev, davası Talov. Kamran Quliyev. Özünü bir qədər sıxmasa saldı. Məmmədzadə, Elçin Məmmədov. Diaqanlı ötürmə, Qarayevə çatmır İbrahim Rəhimli. Kamran'a qarşı qayda pozulmuşdu. Referi Kobuldu qeydə aldı. Standart vəziyyət. Cərmə zərbəsi. Görüşdə son 2 dəqiqə. Bir dəqiqə hesabda 2-2'dir. Ultraslan 2. Buzovna 2. Kamran Cina dəyişili. Oruc zərbə. Talih Sadıqov keçid yoxdur. Ramiz Məmmədzadə. Murad araya girmək istəyirdi Məmmədzadə. Kamran Quliyev. Gir içeri devam et. İyi. Olar efendim. Olar. Ara versin. Var oyna. Sakin. Söğütsün yok be. Tala Cabarov. Zərbə! Talib Cabarov. Amma gol qeydə alınmır. Açtı. Arkadaş kol var bak. Sen termi benim şapım benden al. Tamam. Top benden al.
Söyle.